Değerli Avtomerka saytının izleyicileri, her birinizi salamlayıram. Bugünkü salamımız Almanya'dandır sizlere. Buyurun. Bugün değerli müşterimiz için bir sifarişimizi alarken sizler için bir kısaca da olsa çəkiliş ettim. Buyurup bakabilirsiniz. Sifarişimizi yoxlayırıq hal-hazırda. Daha doğrusu yoxlamışıq bir partiya, ikinci partiya yoxlanışıdır. Gördüğünüz kimi Land Rover Defender 2022-ci il artıq bizim yoxlanışlar keçib, servisdə yoxlanışını etmişik. Bir kısa videosunu sizler üçün çəkirəm. Buyurup bakabilirsiniz. Onu da xatırladım ki, Almanya, Avropanın istənilən ölkəsi, Amerika və Koreyadan hər növ avtomobili bizim vasitəmizlə sifariş edə bilərsiniz. Avropa sifarişlərimiz bizim əməkdaşlar tərəfindən yerində yoxlanışla keçirilir. Buyurun, Defenderi də gördüğünüz kimi servisdə yoxlanışdan sonra sizler üçün kısa çəkilişlərini edirəm, baxa bilərsiniz. Hər hansı bir sifarişiniz olsa bizlərə müraciət edə bilərsiniz. Dostlar, bu avtomobilimizi də yoxlanışın keçirmişik. İl 2022-ci ildir, 3.0 dizeldir. Çox bez kraskadır, çox ideal vəziyyətdədir avtomobilimiz. Video kısa olsa da buyurup siz de bakabilirsiniz. Her hansı avtomobil sifariş etmək istəsən, Avtomerka vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Birbaşa ünvana da yaxınlaşa bilərsiniz. Ünvanımız Patandart Maşın Bazarı, Avtosalon 23'dür. Hər birinizin yolunuzu gözləyirik sifarişlər üçün. Defender hakkında kısa məlumat verdim. Yəni geniş ətraflı məlumat almaq istəsəz bizə müraciət edə bilərsiniz. Yəni ki, bu avtomobil dediyim kimi bizim müştərimizin, dəyərli müştərimizin sifarişidir. Biz onun yoxlanışlarını keçirib, kısa videosunu çəkirik. Onu sizlər üçün paylaşıram. Sizlər də baxıb görə bilərsiniz ki, avtomobiller hansı vəziyyətdə yoxlanış keçirilir. Yəni, bir daha deməyim odur ki, Avtomerka saytı vasitəsilə sifariş verən müştərilər üçün aydın olsun ki, Avropa avtomobilləri bizim tərəfimizdən alınırsa, müştərilərimizə hər biri yerində yoxlanış keçirildikdən sonra qərar verilir. Ona görə də istədiyiniz növ avtomobili sifariş verərkən Avropa avtomobillərini biz yerində yoxlanış keçirdib sizə göstəririk, sonra sonda qərar verirsiniz. Avtomobil alınsın ya alınmasın deyə. Belə, dostlar, istədiyiniz növ avtomobili Avtomerka saytının vasitəsilə hər bir ölkədən demək olar ki, Avropanın istənilən ölkəsindən, Amerikadan onlayn yoxlanışlar var. Onu da bizim digər videolarımızda, YouTube sayfasında və TikTok, Instagram sayfasında görmüsünüz. Canlı yoxlanışları da var. Canlı aksiyonda iştirak da var. Burada da Avropada da canlı iştirakına avtomobil almaq mümkündür aksiyonlardan. Onu da aksiyonlara birbaşa çıxışımız var deyə sizlər üçün xatırladıram. Tək saytlardan yox, aksiyonlardan da birbaşa iştirak edərək Avtomerka vasitəsilə avtomobil ala bilərsiniz. Defender'in məlumatını bir daha xatırladım. Bu 2022-ci il 3 dizel 122.000 probektədir. Avtomobilimiz servisi özündən alınıb, avtomobil servisdən bütün xidmətləri də olunub indiyə qədər ki, yəni bu 3 ilki dövrdə bütün xidmətləri servisin özündə, Land Rover'in özündə keçirilibdir. Bunun üçün servis kitabçası zadı da həmsini qeyd olunub, qeydiyyat aparılıb. Onu da xatırladım ki, HSY modelidir, Defender'in HSY, yəni Polno full versiyasıdır. Beləliklə, dostlar, bu videonu kısa bir çəkiliş etdim. Avtomerka saytının vasitəsilə sizlərə paylaşım edək ki, bizim gördüyümüz işlərin nəticəsini kısa da olsa görəsiniz. Sizlərdən ricam videoya baxdıqsa bəyənib paylaşmağı unutmayın. Hər birinizə öncədən təşəkkür edirəm. Kimə avtomobil lazım olsa dostunuza, tanışınıza videonu paylaşın ki, baxıb düzgün ünvana müraciət edə bilsinlər. Defender haqqında ümumiyyətlə istədiyiniz əlavə suallarınız olsa və yaxud da istədiyiniz avtomobil haqqında əlavə suallar olsa, bizim YouTube səhifəmiz və Instagram, TikTok səhifəmiz sizin xidmətinizdədir. İstədiyiniz vaxt bizə yaza və yaxud da zəng edə bilərsiniz.
Hər birinizin yolunuzu gözləyirik. Sağ olun. Növbəti videolarda görüşərik.